Rövzə xanım, salam. Salam. Sosial xidmət müəssisəsinə yerləşdirilən şəxs ödəniş etməlidir. Xeyr, sosial xidmət müəssisələrində sosial xidmət ödənişsiz əsaslarla göstərilir. Çətin həyat şəraitində olan şəxsi sosial xidmət müəssisələrinə məcburi formada yerləşdirmək olar. Olmaz. Sosial xidmət müəssisələrinə yerləşdirilmə könüllülük prinsipinə əsaslanır. Bu səbəbdən heç kimi məcburi formada sosial xidmət müəssisəsinə yerləşdirmək olmaz. Vətəndaş sosial xidmət müəssisəsini özü seçə bilər. Seçə bilər. Çətin həyat şəraitində olan şəxslərin hüquqlarından biri sosial xidmət müəssisəsini seçmək hüququdur. Lakin sosial xidmət müəssisəsi sosial xidmətə olan tələbatın xarakteri nəzərə alınmaqla seçilməlidir. Vətəndaş birbaşa müəssisəyə gedib sənədlərini təqdim etsə, müəssisəyə dərhal yerləşdirilə bilər. Yerləşdirilə bilməz. Çətin həyat şəraitində olan şəxs sosial xidmət müəssisəsinə yerləşdirilmək üçün yaşayış yeri üzrə agentliyin yerli qurumlarına, habelə dost mərkəzlərinə müvafiq sənədləri təqdim etdikdən sonra müəssisəyə yerləşdirilmə məsələsinə baxıla bilər. Vətəndaşa sosial xidmət müəssisəsində yerləşdirilməsi ilə bağlı imtina verilə bilməz. Bilər. Azərbaycan Respublikasının Sosial Xidmət haqqında qanunun 7-ci maddəsində göstərilən əsaslardan azı birinin olmaması, təqdim edilmiş məlumatların və sənədlərin düzgün olmaması səbəbindən imtina verilə bilər. Vətəndaşı stasionar sosial xidmətə dərhal götürmək olmaz. Olar. Şəxsi sosial xidmətin göstərilməməsi, onun həyat və sağlamlığı üçün ciddi təhlükə yaradacağı halda, o dərhal müvəqqəti sosial xidmətə götürülür. Şəxsin sosial xidmətə götürülməsi barədə qərar qəbul edildikdə, müvəqqəti xidmətin müddəti dayandırılır, şəxs daimi sosial xidmətə götürülür. Sosial xidmət almaq üçün müraciət etmədən də xidmət almaq olar. Olmaz. Sosial xidmətə olan tələbatın müəyyən edilməsi və qiymətləndirilməsi üçün mütləq müraciət olunmalıdır. Sağ olun Rövzə xanım. Çox sağ olun sizə.